Əgər sən işləyirsənsə, amma yenə kasıbsansa, problem səndə deyil. Sən səhər 6-da oyanırsan, biri isə sənin qazandığını bölüşdürərək oyanır. Sən tər tökürsən, biri isə imza atır. Və qəribədir, sənin belin əyilir, amma onların həyatı düzəlir. Kasıb işləyir, çox işləyir, amma heç vaxt çatmır. Niyə? Çünki oyun fərqlidir. Sən qaydaları bilmədən oynayırsan. Qaydaları yazan isə heç vaxt uduzmur. Sən maaş gözləyirsən, sistem isə fürsət gözləyir. Qiymətlər qalxır, vergilər artır, inkişaf deyirlər. Amma sənin süfrən kiçilir. Bu tənbəllik deyil, bu təsadüf də deyil. Bu bir mexanizmdir. Pul yuxarı axır, yük aşağı çökür. Ən təhlükəlisi nədir bilirsən? Sən özünü günahlandırırsan. Daha çox işləməliyəm, daha çox dözməliyəm. Amma sən artıq limitdəsən. Sənin zəhmətin sistem üçün yanacaqdır. Sən işlədikcə mexanizm daha sürətli fırlanır. Kasıbın vaxtı yoxdur düşünməyə. O sadəcə sağ qalmağa çalışır və sistem bunu bilir. Aclıq danışmır, borçlu insan etiraz etmir, yorğun insan üsyan etməz. Əgər bir insan işləyib yaşaya bilmirsə, bu artıq iqtisadi məsələ deyil, bu güc məsələsidir. Və ən böyük qorxu nədir? Kasıbın bir gün başa düşməsi.